Yeni bir vlogdan hər birinizi salamlayıram. Qısa videolarım var idi. Onları çəkirdim. Bir neçə maraqlı məhsullarım var. Onları çəkirəm. Yəqin ki, short videolar, qısa videolar bu vlogdan əvvəl olacaq. İndi bilmirəm siz baxacaqsınız ya yox. Çalışın ki, onlara da baxın və kanalıma abunə olaraq mənə dəstək olmağı da unutmayın. Alinanın paltarları var idi. Bunlar biraz nəmdir. Əslində bunları saxlamışdım ki, hava biraz düzəlsin və ondan sonra da bunları yuyum. Alina da əynindəki paltarların hamısını batırmışdı. Buna görə də məcbur oldum ki, bunları yuyum. Çünki qızımın bir çox paltarı kiçilib, artıq əyninə olmur. Əlimdə olanlar da yuyulmalı idi. Buna görə də bunları yudum. Buradadır. Belə tək-tək atıram, burada quruduram. Uşaq burada deyil, digər otaqdadır. Və burada mən də qısa videolarımı çəkirdim. İndi dedim ki, sizə hazırlıq prosesində çəkeyim. Buranı əvvəlcə təmizləyəcəm, siləcəm. Onsuz da evlər təmizlənməlidir, amma indi istədim ki, buranı heç olmasa silim. Videolarda səliqəli düşsün. İstəyirəm ki, əvvəlcə videonu çəkməmiş sizə bu məhsulları göstərim. Nə almışam? İçində hədiyyə var deyirdilər. Mən də aldım ki, həqiqətən də belədirmi? Bunu birlikdə açıb yoxlayacağıq. Bu arada Araz Marketdən aldım. Bundan sonra mənim bir neçə qabım var ki, onlar qırılmayıb, sadəcə qopub o hissələri yapışdırmaq üçün, baxın üstündə də göstərir ki, şüşəni bir-birinə yapışdırmaq üçün istifadə olunur. İstifadə edəcək birlikdə və baxacaq görək həqiqətən də bu işə yarayırmı? Ayrıca sizə göstərəcəm, bəlkə də elə bu vloqa daxil edərəm. Bundan sonra belə bir telefonu saxlamaq üçün telefonu tutur, belə buradan, belə bu formada saxlayır. Məncə maraqlı bir məhsuldur. Yəqin ki, bu hissəyə telefonu keçirirsiniz və bu formada istifadə olunur. Sadəcə bunu Araz Marketdən almışdım, amma digər məhsulları Okka mağazası var. Bizim yanımızda təzə açılıb, oradan almışam. Bədən üçün sprey aldım. İyi, çox qəşəngdir. 2 manat 60 qəpiyə almışam. Əgər qalıcılığı olsa, yəni 2 manat 60 qəpiyə bu məncə əladır. Sizə də deyəcəm, əgər kimsə istəsə gedib ala bilər. Amma hələ ki bilmirəm necə olacaq. Və keçən dəfə bu yumurtanın çəhrayı rəngini almışdıq. Bu dəfə də mavi rəngini aldım. Və istəyirəm ki, sizinlə birlikdə bunu yoxlayaq. 1 manata almışam. Birlikdə yoxlayarıq və baxarıq görək içindən nə çıxır. Belə bir daraq aldım. Həm daraqdır, həm də güzgüsü var içində. Açım sizə elə burada göstərim. Baxın belədir. Burasını daraq formasında istifadə edə bilərsiniz. Burada güzgü kimi. Sonra da basırsınız belə içəri girir və bağlayırsınız. Bunu da almışam 90 qəpiyə. Bundan sonra belə bir karandaş yonan aldım. Məndə evdə var, amma o artıq yəni həmişə onu işlədirdim. Bir də gördüm ki, üstü artıq paslanıb. Ona görə də bunu aldım. Rəngi də çox qəşəngdir və 70 qəpiyə aldım. Bir dənə də maye sabun var idi. Maye sabunun da qiyməti 1 manat 70 qəpiy idi. Ümumilikdə məbləğ 8 manat 60 qəpiy elədi və məncə yaxşıdır. Bundan sonra sonuncu məhsullarım belə bir Stepin 2 belə şokoladıdır. Bunları da birlikdə yoxlayacaq. Mən heç yoxlamamışam. İlk dəfə baxacaq görək bunların dadı necədir. Əgər siz yoxlamışsınızsa, siz də rəylərdə yazarsınız. Deməli, bu steplərin qiyməti 1 manat 60 qəpiy idi. Bunun isə qiyməti 1 manat 99 qəpiy, yəni 2 manat idi.
Kızlar, mən videolarımı bitirdim. Çəkdim qısa videolarımı və bura bütün şokolad olub. Videolara baxsanız biləcəksiniz ki, bu yumurtanın içindən nə çıxdı. Birazdan sizin üçün də çəkib göstərərəm. Kızlar, dediyim kimi bütün hər şeyi çəkdim. Getdim, Alinanı yedirdim, gəldim. İndi buranı yığışdıracağım. Həm də çay qoyacağım ki, çay içməliyəm. Mənim qopan qablarım var, şüşə qablardır. Onları yapışdıraq bu kleylə. Həm də siz də baxın, sizə də bir fikir olsun. Həm də sizinlə birlikdə bunu da yoxlayarıq. Düzdür, qısa video formasında bunu paylaşdım, amma istəyirəm ki, sizə də göstərim. Çünki ola bilər ki, həmin videoya siz baxa bilməzsiniz. Sizə bunu göstərmədim. Bunu da göstərim. Bu formada şeylər çıxdı. Mən məcbur oldum ki, bunu bir qaba töküm. İçindən çıxan oyuncağa baxın. Çox maraqlı bir oyuncaq çıxdı. Hətta burası hərəkət edir bu formada. Məncə, oğlan uşaqları üçün çox maraqlı bir hədiyyədir. Həm də hədiyyənin böyüklüyü, həm keyfiyyəti, təkərləri filan çox gözəldir. Bilmirəm, indi üstünü oxuyacağım. Əgər üstünə baxanda bilmək olursa ki, bu oğlanlar üçündür, yoxsa qızlar üçündür, bu dəfə qızlara aid olanını alacağım və sizin üçün də çəkib paylaşacağım. Və sizə də maraqlıdırsa, Araz Marketdə var. İstəsəniz ala bilərsiniz. Qızlar, mənim gecə rutinimə bu da daxildir. Çalışıram ki, saat təxmini 10-da, heç olmasa 1 saat keçirirəm bunu zaretkaya və zaretka yığır. Gecə boyunca bu yanır. Çünki Alina olduqdan sonra otaqda nəsə yandırmaq lazımdır və mən toka keçirilən lampalardan istifadə etmək istəmirəm. Çünki qorxuram onlardan istifadə etməyə. Düzdür, mənim mebelimin bu hissəsi lampadır və bunu toka keçirdiyiniz zaman və işıq yanır burada. Amma bunu istəmirəm dediyim kimi və əlavə bir şey də almağı fikirləşmirəm. Yetərincə işığı olur. Məncə elə belə formada olması daha yaxşıdır.
məktəbdən çağırıblar. Mən də indi ora hazırlaşıram. Düzü biraz tələsirəm, çünki uşağı yedirdim və indi qaçmalıyam məktəbə. Mənim də işim, bəlkə də bilirsiniz, Həzassanovdadır. Hava çox soyuq olduğuna görə bir kofta geyinəcəm, çünki çox soyuqdur. Da belə məxmər formasında bir koftadır. Düzü qalın ola bilər, amma hava çox soyuqdur və üstündən nazik bir kurtka geyinəcəm. Və belə bir şalvarım var və bunu geyinəcəm. İkisini indi geyinim və qaçım məktəbə. Dodağıma belə bir Makın qələmini, bilmirəm bunun nömrəsi neçədir, indi tapsam deyərəm. Və belə bir lip gloss çəkdim. Bu mənim xonçamda gəlmişdi. Açmamışdım, istifadə etməmişdim. Çünki mən çox sevmirəm belə parıltılı şeyləri. Daha çox mat formada xoşlayıram, amma bugün fikirləşdim ki, nəsə fərqlilik olsun və fərqli formada edim. İndi sizə də göstərəcəm. Və qızlar, kombinim də bu formada oldu. İndi evdən çıxıram və otağı yığışdırmağa vaxtım yoxdur. Amma gəldikdən sonra otağı da yığışdıracağım. Bu formada geyindim. Hava soyuqdur, həm də küləklidir. Və indi mən çıxıram, işlərimi görüm. İşimlə bağlıdır, buna görə getməliyəm işə. Və indi də evdən çıxıram. Qızlar, mən evə gəldim. Artıq neçə saatdır ki, çöldə idim. İndi Alinanı yedirəcəm. Alina təzə yuxudan durub. Özüm də çay içməliyəm. İndi gedəcəm, çayımı içəcəm və əynimi dəyişəcəm. Hələ də dəyişməmişəm. Gördüyünüz kimi qabım iki yerə ayrılıb. Düzdür, qırılmayıb. Sadəcə burada da kley var idi və onlar qopublar. Mən neçə dəfə yapışdırmağa çalışsam da bu demək olar ki, heç yapışmır. Elə tez-tez qopur. İndi göstərdiyim kleylə bir də yapışdıracağım. Baxaq görək necə olur. Dediyimdə bu kleydir. Bundan istifadə edərək baxaq görək bu kley həqiqətən də işə yarayırmı? Bu sırf şüşələr üçün olan bir kleydir. İndi başlayıram yapışdırmağa. Bu formada işıq var idi. Mən düzü bilmirəm bu necə istifadə olunur. Sadəcə özüm belə fikirləşdim ki, yəqin bu işıqla bunu qurutmaq lazımdır. Belə kleyi tökdüm və qabı qoydum üstünə və bu işığı yandırıram. Görək necə olacaq nəticə. Gəlin yoxlayaq. Qızlar, həqiqətən də yapışdı. Amma bilmirəm necə uzun ömürlü olacaq ya yox. Hələ ki belə yapışıb yəni. Qızlar, yadınızdadırsa, mən demişdim ki, bizdə həftə sonu qonaqlıq olacaq. Yəni qonaqlıq dediyim, bizə qonaq gəlməli idi. Buna görə də, yəni Alinanın yanına və biz də bu qonaqlıq üçün hazırlıq görürdük. Belə yeməkləri hazırlayırdıq. Mən burada lavaş arası deyirik biz buna. Belə fileni doğrayıram. Bunu azca bir yağda qızardırsınız. Yəni çox qızartmaq lazım deyil və bundan sonra da rəngli biberləri doğrayıb qızardırıq. Rəngli biberlər yumşaldıqdan sonra, yəni kifayətdir, götürə bilərsiniz. Duz, istiot əlavə edib, soyuduqdan sonra da biraz mayonez əlavə edirsiniz və lavaşlara büküb az yağda qızardırsınız və sizə sonda süfrəmizə də göstərəcəm. Orada da görə bilərsiniz. Mən bu formada hər birini doğradım və qızartdım. Bir gün əvvəldən bişirdim ki, səhəri günü mən ancaq bunları büküm lavaşlara və qızardım. Bundan başqa da milföy xəmiri almışdıq və onun içinə də qiyməni qovururam və üzərinə bir balaca kartofu xırda-xırda doğrayıb qatıram və o formada milföy xəmirlərini doldururam və çox dadlı bir yemək alınır. Yemək deyil, əslində atışdırmalıq alınır. Bundan başqa da dolma eləmişdik. 3 bacı dolması, bəzən badımcan dolması da deyirlər və yarpaq dolması və sobada toyuqda qızartmışdıq. Düzdür, yeməkləri mən sizə tam formada çəkə bilmədim. Çünki həmin günü o qədər qarşılıq oldu ki, biraz çətin oldu mənim üçün bunları çəkmək. Həm də Alinanın təzə bir xüsusiyyəti ortaya çıxıb ki, uzun müddət görmədiyi insanları ya da ümumiyyətlə görmədiyi insanları gördüyü zaman başlayır ağlamağa. Buna görə də biraz mənim üçün çətin oldu, amma sonradan demək olar ki, öyrəşdi Alina da və burada da dolma bükmüşdü qaynanam. Onları yığır.
Oturmuşuq Alina ilə belə. Mən danışan kimi Alinanın da diqqətini cəlb elədim. Alina burada öz-özünə oynayır, əllərini yeyir. İndi yedirdim. Dünən biraz işlərim çoxdur. Dünən evləri ümumi təmizlik eləmişəm. Hər yerini demək olar ki, təmizləmişəm. Çünki sabah qonaqlarımız olacaq. Bugün də yemək məsələlərini həll elədim. Salatlarımı filan hazırladım. Sadəcə sabah salatları qarışdırmaq lazımdır. Sizin üçün də bir neçə kadr çəkmişəm. Sadəcə çox çəkə bilmədim. Əslində dünən fikrim var idi ki, evi yığışdırarkən həm sizə söz verdiyim kimi ümumi təmizlik videosu çəkim, həm də evi təmizləyim. Amma bu alınmadı. Çünki çox tələsirdim. Həm də tək başına bu şeyləri eləmək biraz çətindir. Tez işlərimi görüb bitirməyə çalışırdım. Amma yəni təmizləmədiyim demək olar ki, bir neçə yerdən başqa heç nə qalmadı. Bugün də bu arada Alinanın peyvəndi oldu. 4-cü ayı tamam olub Alinanın. Bu ay əslində 2 peyvənd olunmalıydı. Sadəcə həkim belə məsləhət gördü ki, birini bu ay, birini də gələn ay edək. 6-cı aydan sonra bilmirəm, bilirsinizsə fasilə verilir. Alina da burada mənimlə oynamaq istəyir. Gedim Alina ilə oynayım. Bir gün əvvəlcədən demək olar ki, bütün işlərimi bitirmişdim. Bundan başqa krab salatı, toyuq filesindən bir salat hazırlayırıq. Əgər sizin üçün maraqlı olsa, onu da sizin üçün ətraflı şəkildə çəkərəm. Formada yeməklər hazırlamışdıq. Ümumiyyətlə çox maraqlı bir gün keçdi. Mən 2 gün əvvəldən evləri yığışdırdım. Bir gün əvvəldən də demək olar ki, yeməkləri hazırladıq, salatları hazırladım içliyini. Qızlar, gördüm ki, mən videoları çəkə bilmirəm. Yəni ki, əlimdə bir iş olur, işi bitirməyə çalışıram. Bu zamanda vlog çəkmək yadımdan çıxır. Elə kameranı qoydum bir qıraqda ki, o çəksin. Biz də burada işlərimizi görək ki, həm də işlərimizi çatdıra bilək. Bu həmin qonaqlıq günüdür. İmtahan vermişdik biz yoldaşımla, sınaq imtahanı. Bilmirəm sizə demişdim ya yox. Yüksəliş imtahanı var. Onun imtahanını verdik biz yoldaşımla birlikdə. Yəni sınaq imtahanı, bu həftənin sonu isə əsas imtahan olacaq. Və gördüyünüz kimi aşın qazmağını hazırladım və aşı dəmə qoyuram. Bu düyüləri həmişə bu formada tökdüyünüz zaman düyülər dəndən qalır və aşımız da ümumiyyətlə bütün yeməklərimiz çox dadlı alınmışdı. Aş qaranı isə bir gün əvvəlcədən hazırlamışdım. Çünki həmin günü vaxtım olmayacaqdı. Şənbə bazar günlərində də bütün hər şey elə bir üst-üstə gəlmişdi. Həm Alinanın peyvəndi, həm imtahanımız, həm də belə qonaqlıq hamısı eyni günlərdə oldu deyə biraz mənim üçün çətin oldu. Amma nəticəsi çox yaxşı oldu. Çox maraqlı gün keçirdik. Qızlar, mənim masamın son görüntüsü də bu formada oldu. Təəssüf ki, yeməklərlə birlikdə çəkə bilmədim. Amma bəlkə də elə yeməkləri çəkməməyim daha yaxşı oldu. Amma bu formada hazırladıq. Biraz çox adam olduğu üçün əlavə bir balaca stolumuz var idi. Onu da gətirdik. Və bilmirəm sizin fikriniz necə olacaq. Bu formada süfrəni hazırladıq. Vlogumu buraya qədər izlədinizsə sizə təşəkkür edirəm.